Həmcins üzvlərdə ümumiləşdirici sözlər necə olur? Əgər həmcins üzvlərdən əvvəl gələrsə, qoşa nöqtəli, həmcins üzvlərdən sonra gələrsə, özündən əvvəldə tire işarəsindən ayrılmış olur. Başlayaq. Məsəl üçün deyirəm ki, direktor hər kəsi, bax, belə adətən hamıdır, hər kəsdir, hər şeydir. Yəni, bu kimi ifadələr daha çox ümumiləşdirici sözlərdə istifadə edilir. Direktor hər kəsi. Özündən sonra həmcins üzvlər gələcəksə nə olacaq? Qoşa nöqtə qoyulacaq. Hər kəsi. Şagirdləri, vergül, valideynləri və müəllimləri iclasa dəvət etdi. Nə bilim, akt zalına dəvət etdi. Bax, kim dəvət etdi uşaqlar? Direktor. Kimi? Hər kəsi. Bu hər kəs kimdir? Şagirdlər, valideynlər və müəllimlər. Bunların ümumiləşdirici sözü olduğu üçün nə oldu? Özlərindən əvvəl gəldi və özündən sonra da qoşa nöqtə qoydu. Bəs yaxşı, ümumiləşdirici söz həmişə bu kimi formalarda özünü göstərir. Bəzi hallarda nə olmuş olur? Hər kəsi sözündən sonra əgər qarşılaşmışıq da, yəni bağlayıcısı gəlirsə, direktor özündən əvvəl də vergül qoyulur, özündən sonra qoşa nöqtə qoyulur. Bu qoşa nöqtə bəzən görünməyə də bilir. Dimin özünün testlərində nə qədər belə cümlələr var ki, görürlərsə də özləri inşallah ki, baxsınlar ona yəni. Dimin testlərində var ki, bəzi hallarda yənidən sonra qoşa nöqtə qoyulubdur, həmcins sözlər var, bəzi hallarda da yoxdur. Ona görə adətən qoyulmalıdır. Qoşa nöqtə qoyulur. Ondan sonra təzədən şagirdlər, müəllimlər və valideynlər söhbəti yazılır burada. Problem yoxdur ki, burada. Ümumiləşdirici söz əvvəldə gəldikdə əsasən özündən sonra qoşa nöqtə qoyulur. Özündən sonra yəni bağlayıcısı gəldikdə özündən əvvəldə vergül, özündən sonra qoşa nöqtə qoyulur. Əli. Başa düşürəm. Qəşəng saqqı çiynəməyin var. Bala, dərsdən çıxanda şişir dərsin. İkinci nədir? Həmcins üzvlərdən sonra gəlir ümumiləşdirici sözlər. Məsəl üçün deyirəm ki, səydə qatığı, südü, pendiri, tiri, ağartını xoşlamır. Xoşlayırsan səydə? Görsən nə tər düz yazdım. Xoşlamır kim səydə nəyi? Qatığı, südü, pendiri. Qatıq, süd, pendir üçü birlikdə nə sayılmış olur? Ağartı. Bax, gördünüzmü? Ağartı ümumiləşdirici sözü həmcins üzvlərdən sonra gəldi deyə özündən əvvəldə nə oldu? Tire olmuş oldu. Hər zaman belə mi göstərir özünü adil? Təbii ki, xeyr. Nə olur bəzi hallarda? Yekunlaşdırıcı söz deyə bir söz var. Yəni, ara sözlərdir əslində. Biz ona amma yekunlaşdırıcı söz deyirik. Məsəl üçün deyirəm ki, eşqin, deyək, eşqin, şüydü, bizimki bugün ancaq yemək içməklə, şüydü, sonra nə var başqa? Keşnişi və cəfərini, tire, dincəl Reyhan, bir sözlə, vergül, göyərtini sevir və yaxud da sevmir. Adil, ac toyuq yuxusunda nə görür? Darı görür. Bax, nə olmuş oldu? Bax, göyərti burada ümumiləşdirici sözdür uşaqlar, göyərti. Bundan əvvəldə bir sözlə kimi yekunlaşdırıcı söz istifadə olunur. O zaman nə olur? Özündən əvvəldə tire qoyulur, özündən sonra nə qoyulur? Vergül qoyulmuş olur. Bu bizim ümumiləşdirici sözlərimizdir. Ümumiləşdirici sözlə biz nəyi qarışdırmamalıyıq? Ağartı deyəcəkdimi? Əlavələri qarışdırmayacaq. Əlavə nədir? Keçək artıq əlavəndə keçək. Bu günlərim dərsinizi yüngül eləyəcəm, narahat olmayın. 9-un yarısına bitirəcəyik. Əlavələr. Uşaqlar, əlavələr hər bütün cümlə üzvlərinin hamısına aid olur. Və əlavələr cümlə üzvlərindən sonra gəlib ləman. Onu aydınlaşdıran ifadələrə deyilir. Cümlə üzvlərinin əlavəsi də cümlə üzvü kimi təhlil olunmur. Yəni cümlə üzvünün əlavəsi özünlə birlikdə götürülür hər zaman. Yəni bəzən olur əlavənin özünə aid təyini falan. Bunlar heç biri ekstra təhlil olunmur. Əlavələr dedik nədir? Cümlə üzvlərindən sonra gəlir
və onu aydınlaşdırır. Bu cür ifadələrdir. Məsələn, deyirəm ki, Nigar kimdir? Tire ilə izah edirik. Arxada yatan şagirdi oyatdılar. Baxdıq, oyatdılar. Kimi oyatdılar? Nigarı. Nigar kim idi? Həmən şagird. Hansı şagird? Arxada yatan şagird. Düzdür? Bax, artıq bunun təyini olması falan, bu kimi şeylər artıq cümlədə təhlil olunmayacaq yəni. Vəssalam, burada hansı cümlə üzvləri var? Bir tamamlıq, bir də xəbər var. Bu istifadə olunmur, yəni cümlə üzvü kimi. Başa düşdünüz? Cümlə üzvünün əlavəsi budur. Əlavə nədir? Cümlə üzvündən hər zaman sonra gəlir və onu aydınlaşdıran ifadə olmuş olur. Başa düşdünüz? Sonra, məsələn, deyirəm ki, Murad kimdir? 11-ci sinif şagirdi. İmtahanda 700 bal topladı. Ay Allah, yalandırsa gerçək olsun. Kim 700 bal topladı? Murad. Murad kimdir? Həmən bu 11-ci sinif şagirdi. Baxın, budur. Bu artıq onun nəyi olmuş oldu? Əlavəsi olmuş oldu. Ay, sağ ol. İndi, əlavələrdə sıxıntılı məqamlar harda olur əsasən? Zərflik və xəbər postunda. Bəzən cümlələrdə belə olur. Deyirəm ki, Fuad irəlidə maşının yanındadır. Sizcə hansı cümlə üzvünün əlavəsidir uşaqlar? Xəbər. Bax, burada diqqətli olmaq lazımdır. Çünki adada irəlidə, harada görən kimi heç buna baxmadan birbaşa zərflik kimi götürürlər. İrəlidə sözünün əlavəsi hansıdır? Maşının yanında. Həmişə maşının yanında sözünü siləndən sonra görün, xəbərli şəkilçi nəyə artırılmalıdır? Fuad irəlidədir. Demək ki, irəlidədir, maşının yanındadır. Bəli, xəbərli şəkilçi nə olubdur? İxtisar olunubdur. Burada diqqətli olmaq lazımdır. Olsaydı ki, Fuad irəlidə, maşının yanında dayanıb, bu artıq nədir? Bəli, irəlidə, harada, yəni maşının yanında dayanıb da xəbər. Bax, bu məqam testdə qarşımıza çıxacaq. Diqqətli olmaq lazımdır. Oldu mu? Sonra nə deyə bilərik? Deyə bilərik ki, Zəhra sürətlə, dayanmadan danışırdı. Nəyin əlavəsidir? Nəyin əlavəsidir? Tərz hərəkət zərfliyinin sürətlə danışırdı. Sürətlə nə deməkdir? Yəni dayanmadan danışırdı. Tərz hərəkət zərfliyinin, Ayşə, nə edir? Əlavəsidir. Allah səni qorusun. İndi keçdik nəyə? Bax, yəni bağlayıcısı həm cümlə üzvlərinin əlavəsində, həm də həmcis üzvlərdə istifadə olunmuş olur. Yəni ümumiləşdirici sözdə. Bunu ayırmaq üçün baxmaq lazımdır ki, həmcis üzvlərin əlavəsində ümumiləşdirici sözdən sonra onun parçaları, hissələri gəlir. Amma əlavədə bir dənə söz gəlir, bir dənə ifadə gəlmiş olur. Məsələn, deyirəm ki, İsmail, yəni Həsənin qardaşı həkim olmaq istəyir. İstəmək pulsuzdur. Həkim olmaq istəyir. Kim? İsmail. İsmail kimdir? Həsənin qardaşı. Trihanı yoxdur. Yəni işləndiyi təqdirdə isə artıq uşaqlar tirəyə ehtiyac olmadı. Bəs yaxşı, yəni işləndi. Biz bunu niyə həmcis üslubu kimi götürmədik? Çünki İsmail kimdir? İsmail Həsənin qardaşı olaraq bir dənə ifadə gəlmiş oldu. Bir dənə ifadə onu neynədi? Aydınlaşdırdı. Ona görə bu artıq nə sayılacaq? Cümlə üzvünün əlavəsi sayılmış olacaq. İndi baxın. Cümlə üzvünün əlavəsini başa düşdük. Problem yoxdur ki. Miranə, başa düşdün? İnşallah. Əli də yenə öz danışmağından qalmadı. Dərsdən sonra inşallah bir yüngül klip çəkdirəcək səndən. Yüngül. İndi hal-hazırda çox hisslərimi ifadə edə bilmirəm sənə qarşı. Dərsdən sonra ifadə edəcəm. Öz də bilirsən də necə. Taxta qırığımız hanı bizim? Nətər Əli?
Ay, Allah canlarını sağ eləsin. Biz onları nə deyə bilərik? Özdən səni çağırır. Hə, inşallah sözləşdirərik hamısını, problem yox. Deməli uşaqlar, bəzi məqamlarda əlavə görə bilirik. Eyni ilə necə ki, həmcins üzvlər birləşmənin asılı tərəfində olur, amma cümlə üzvü olmur. Elə də əlavələr birləşmənin asılı tərəfində ola bilər. Bax, məsəl üçün deyirəm ki, kənddən daimgildən qayıdanda axşam idi. Uşaqlar, burada əlavə hansıdır? Daimgildən, düzdür? Hansı cümlə üzvünün əlavəsi işlənir? Tərkibinin mi? Qaydanda feili bağlama. Feili bağlamanın asılı tərəfi kənddən qaydanda. Kənddən sözündən sonra aydınlaşdırıcı söz gələn daimgildən ifadəsi heç bir cümlə üzvünün əlavəsi deyil. Nə əlavəsidir? Feili bağlama tərkibinin asılı tərəfinin əlavəsidir. Əli, feili bağlama tərkibinin asılı tərəfinin əlavəsidir. İndi sonra belə bir şey deyirəm ki, dərsdən sonra öz canı və əlini döyəndə kamera çəkirdi. Çəksin də. Çəkirdi nə kamera? Nə zaman? Dərsdən sonra öz canı və əlini döyəndə. Bax, öz canı və əlini çəkirdi deyə bilmirik. Gördünüz? Demək ki, feili bağlamaya aiddir. Burada nə olmuş olacaqdı? Öz canı və əlini həmcins üzvləri sayılmadığı kimi, bayaqlarım yadınıza gəlir bu ifadə. Həmcins üzvlər sayılmırdı. Elə də nə olacaq? Bayaqki əlavələr də cümlə üzvünün əlavəsi sayılmayacaq. Oldu mu? Ay, sağ ol. Və yaxud da başqa bir əlavə yazaq. Deyirəm ki, nə deyirəm? İlyası ən yaxın qonşumu görən kimi salam verdim. İlyas kimdir? Tamam, əlavəni tapdıq. Bəs yaxşı, əlavə hansı cümlə üzvünün əlavəsidir? Bəli, qoşmalı feili sifət tərkibinin nə edir? Asılı tərəfinin əlavəsi olmuş olur. Yaxşı, əlavələr hər zaman cümlə üzvlərinə aid olur? Xeyr, olmur. Nəyə aid olur bəzən? Xitab ara sözlərə aid ola bilir. Xitabın da bəzən əlavəsi olur. Xitabın da əlavəsi olur. Necə olur? Məsəl üçün, deyək ki, ana, ey mənim əzizim. Baxın, bu formada uşaqlar, ey mənim əzizim ana xitabının əlavəsi olur. Məsəl üçün, vətən, mənim doğma yurdum. Bu formada da sən hər şeydən dəyərlisən. Deyək ki, vətən sözünün əlavəsi mənim doğma yurdum ifadəsi ilə ifadə olunmuşdur. Burada xitabın da əlavəsini görmüş oluruq. Tamam, dayandıra bilərsən.